Qurandan nə qədər məlumatlısan? 7 suallıq qısa test. Hazırsansa, başlayaq. Quranda ən çox adı keçən peyğəmbər kimdir? Doğru cavab, Həzrəti Musa. Quranda Fatihə surəsi nə deməkdir? Doğru cavab, kitabı açan. Quranda neçə surə vardır? Doğru cavab, 114. Quranda ən uzun ayə hansıdır? Doğru cavab, Bəqərə 282. Quranda 2 Bismillah deyilən surə hansıdır? Doğru cavab, Nəml surəsi. Quranda neçə peyğəmbərin adı açıq şəkildə qeyd olunur? Doğru cavab, 25. Quranda ilk nazil olan ayə hansıdır? Doğru cavab, Ələq surəsinin ilk ayələri. Neçə doğru bildin? Rəylərdə yaz.